Salam izləyicilərimiz, Xırdalanda Blue City-də yerləşən növbəti təhvil verdiyimiz mənzilimizi təqdim edəcəyik. Modern üslubda çox da super alınıb. Sizə mənzilimizi ətraflı çəkiliş edib təqdim edəcəyik ki, Villa Baku şirkəti necə də peşəkar xidmətlər göstərir. Əsas valideyn yataq otağında sizə təqdim edim. Valideyn yataq otağında gördüyünüz kimi dizaynda olduğu kimidir. Yəni bu video çəkilişi uzun olmasın deyə dizaynı sizə təqdim edə bilmirəm. Yəni necə vardısa yerləşim olunub. Mebelləri də mükəmməl yığılıb. Villa Baku təmir şirkəti tərəfindən təmir olunub. Bu isə də iş masasıdır. Yəni valideynlər üçün iş masası da qoyulub. Və sizə uşaq yataq otağında təqdim edəcəm. Yəni burada 3 otaqlı mənzil olduğu üçün həm oğlan üçün, həm də qız uşağı üçün yataq otaqları burada belə dizaynla yığılıb. Zal studiyada dizayna görə yerləşim olunub. Görə bilirsiniz, modern üslubda çox da super alınıb. Yəni bu mənzili canlı olaraq görmək lazımdır. Sizə mətbəxi də təqdim edim. Baxın, görün necə də gözəl mətbəx çıxıb. Zal studiyanın balkonunu da sizə təqdim edim. Balkonda həm kondisionerin motorları yerləşdirilib, həm də kombi sistemi. Xırdalanda Blue City-də yerləşir. Burada İkinci mənzilimizdə də təmir işləri gedir. İnşallah yaxın zamanda o mənzili də sizə təqdim edəcəyik. Villa Baku tərəfindən ağıllı sistem mənzildə heç qurulduğunu bilirdiniz. Buyurun izləyin. Yəni telefonla idarə olunur. Pərdələri açırsınız bu şəkildə. Pərdələri də bağlayırıq. Əgər siz də evinizi belə ağıllı təmir etdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz. Təbii ki, ev sahiblərinin sözləri də bizim üçün önəmlidir. Buyurun. Adətən bu təcrübələri yaşamış bir şəxs kimi ilk əvvəl istər-istəməz yeni bir şirkətlə tanış olduqda etibar qazanma məsələsi olur. Villa Baku ilə də tanış olduqdan sonra, yəni həqiqətən işlərindən razı qaldıq. Bizim belə deyək də dizayn olaraq, istər dizayn olsun, istər sonraki mərhələlər olsun, təmir tikinti olsun. Yəni heç bir iş axsamadan, vaxtında və qeyd olunan materiallarla təhvil verildi. Fərdi təmir edən zaman ustaların arxasıca qaçmaq, o ustanı gətirmək, bu materialı seçmək, bu problemlər də olur. Bu işlərə bizim üçün Villa Baku şəxsən özü gördü. Biz sadəcə materialları seçirdik və onların bizə təklif etdiyi dizaynlara baxırdıq, düzəlişlər edirdik və nəticə etibarilə bizi çox qane elədi və yekunda belə bir təmirli evi ərsəyə gətirdi. Buyurun izləyin. Sanitar qovşaqda dizaynda olduğu kimi birə-bir təmir olunub. Unitazı gördüyünüz kimi dekorlu daşlarla işlənilib və moykanın arxa hissəsi. Yəni ev sahibinin istəyinə uyğun olaraq təmir olunub. Villa Baku təmir şirkəti. Siz də evinizi belə gözəl təmir etdirmək istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.